Bu sual demək olar ki, hər il qəbul imtahanına düşür. Şərtdə bizə deyir ki, gərginliyi sabit saxlamaqla reosotun sürgüsünü sola sürüşdürdükdə. Reosotun sürgüsü əvvəlcə buradadır. Sola sürüşdürdükdə artıq bizim get-gedə məsafəmiz artır. Gedilən yol, yəni L artdığına görə müqamətin düsturundan R bərabərdir. Rho bölünsün S-dən. Uzunluq artan yerdə müqamətimiz də artacaq. Müqamətimizin də artdığını biləndən sonra dövrədəki ümumi cərəyan şiddətini də bilmək asan olur. I bərabərdir U bölünsün R-dən. Dövrədəki ümumi gərginlik sabit qalan yerdə müqamətimiz artarkən cərəyan şiddətimiz azalacaq. Qaydamız budur ki, hansı cihaza əl vurmuruqsa, yəni dəymiriksə, onun hər hansı bir şərtini dəyişmiriksə, həmin o cihazla biz artıb azalmanı bilirik. İ də ki, yəni U ilə düz mütənasib asılıdır. Cərəyan şiddətinin azalan yerdə bizim gərginliyimiz də azalacaq. Deməli, V2 voltmetrin göstərişi azalacaq. Bu zaman V1 voltmetrin göstərişi artmalıdır ki, bizim ümumi dövrədəki gərginliyimiz sabit qalsın. Deməli, V2 voltmetri azalar, V1 voltmetri artar. Artar, azalar, C variantı.